Excel-ə başlayıb. Bu 2019'da amma 2010'dan ekstra olaraq belə deyək də çox böyük dəyişikliklər yoxdur. Mən həm sizə 2019 quruluş şəklində göstərəcəm, həm də 2010 quruluş şəklində göstərəcəm. Hansı tabları vardan əvvəl Excel-in quruluşuna baxaq. Excel Office proqramında elektron cədvəllər üçün bir proqramdır. Bundan başqa Lotus 123, Quattro Pro, Supercat deyə elektron cədvəllər bizdə var ki, hesablamalarımızı, mühasibat işlərini və sair hesablamaq üçün istifadə edilir. Excel-də gəldi xarici quruluşundan yuxarıda hissəsindən başlıq sətrindən Word-lə oxşardır. Məsələn, bu bağlamaq düyməsidir ki, iki cür düyməmiz var. Bizim bir close-dur, bir də ki exit-dir. Close cari sənədi bağlamaqda qısa düyməsi Ctrl F4-dür. Exit vardı ki, ümumiyyətlə sənədi proqramı bağlamaqdır ki, o da ki Alt F4 düyməsi ilə istifadə edilir. Bu minimalizm, maksimalizmdir ki, kiçildib böyütmək kimi həyata keçirilir. Bu da ki, tapşırıqlar panelinə əlavə etmək və yaxud da təzədən göstərməkdir. Bu düymə isə bizdə LED tabın və komandaları gizlədir. Baxın, bunu gizlədir. Mən buradan basdıqda gizlət, sadəcə tabları göstər, tablar və komandaları göstərdi. Buradan gəlirik Excel sənədimizə. Birinci dəfə Excel sənədimizi açan zaman book 1-dir. Excel, Word-də dokument 1-dir, burada book 1-dir. PowerPoint-də isə presentation-dır, Access-də isə database-dir. Bu qədər. Gəldi Excel-in genişlənmələri. Xılısı X-dir, xılısı köhnə versiyadır, xılısı X isə XLS, X isə 2010, 2013, 2016, 2019 versiyaları üçün istifadə edilir. Sonra isə xılıtı X də var ki, şablon şəkildə edilməsi üçün istifadə edilir. Gəlir burada cəd müraciət paneli QX Access Turbo. O da eyni ilə Word-dəki kimidir. Sürətli cəd müraciət panelidir ki, biz burada more komanda eləyib əlavə edə bilərik. Daha sonra isə gəlirik burada bunun fail menüsuna. Fail eyni ilə home, yeni sənədmədir, new'dur, yeni Ctrl N-dir. Open sənədinizdə olan, kompüterinizdə olan sənədlərin siyahısını göstərir. Excel sənədləri, info məlumatdır, save vəzin fərqini bilir. Sadəcə printdə biraz fərqlilik var ki, burada printdə fərqli var ki, Excel-in sənədi məsələn 2-nin üstündə 20 vurulsun, 2-nin üstündə 14 dənə stol sətirdir. Bu da böyük bir ərazini əhatə eləyir. Siz print elədikdə sadəcə seçdiyiniz ərazini çap eləmək xüsusiyyətində verilir. Məsələn, printi açdıqda burada baxın, fikir verin, seçəcəyiniz ərazini sizə baxın, print active sheet, yəni hansı səhifədən, həmçinin hara qədər və s. biraz burada quruluşda fərq var. Print məsələsi Excel-dən düşürmür? Təbii ki, düşmür. Çünki Word varsa Excel-in niyə print məsələsini salsınlar sizin üçün? Aha, gəldi indi bunu açdıq. Gəldi bunun hansı tabları var. Aşağı sətrinə baxaq. Ümumiyyətlə Excel-in quruluşuna baxaq. Tabların deyim home'dur, insert'dir, page layout'dur. Artıq burada 2019 olsa belə, məsələn burada 2019'dur da. Biz Word 2010-la 2019'u müqayisə elədinə və 2010'da page layout idi. Amma 2019-cu ildə isə design və layout deyə bölünmüşdü də. Amma burada isə bölünmə baş vermir. Belə page layout olaraq qalır. Page layout da formulası datadır, review'dur, view'dur. Və buradan indi keçəcəyim bəzi şeylər var ki, deyəcəm elə Word-dəki kimidir, üstündə qalmır. Belə deyəcəm. Gəlir quruluşuna. Gördüyümüz kimi burada ünvan sətri var. Burada görürsünüz ki, baxın, yaxınlaşdırdıqda, yaxında name books. Yəni hansı xanadan xananın adıdır. Sonra burada isə formuladır. Mən formulaları yazacağım, indi göstərəcəm sizə necə olur. Bunlar sütunlar və sətirlərdir ki, sütunlar ingilis əlifbasının böyük hərfləri ilə istifadə edilir və 2-nin üstündə 14 sayda sütun var. Axırıncı sütunumuzun adı bizdə XFD-dir. Sonra isə gəldik yenə birinci sətrimizə qayıtdıq. Axırıncı sətrimizin nömrəsi isə yenə bir dənə göstərim sizə. 2-nin üstündə 20-dir. Bu da 1.048.576 dənə sətir var deməkdir. Ümumilikdə neçə dənə xana var dedikdə 2-nin üstündə 20-ni 2-nin üstündə 14-ə vurarsınız. O da eləyir 2-nin üstündə 34 dənə Excel-də xana var. Xananın adı, birinci xanaya qayıdım. Məsələn, hal-hazırda mən A1 xanasındayım. Name Books-da
sahəsində, Namebook sahəsində A1 yazıb. Məsələn, hal-hazırda mən C3 xanasındayım. Götürür yazır. Birinci sütunun adını yazır, sonra isə nəyin adını yazır? Sətrin adını yazır. Hal-hazırda olduğum xana aktiv xana, yerdə qalan xanalar isə aktiv olmayan və yaxud da ki, passiv xana adlanır. Yaxşımı? Gəlir burada şitlərə, işçi vərəqlərin burada plus işarəsi ilə də əlavə edə bilərsiniz. 2010-cu il versiyasında belə qovlu kvadrat kimi bir işarə var. Onu basaraq eləyirsiniz. Burada isə plus işarəsini basaraq eləyirsiniz. Şitlər susmaya görə 2010 versiyasında 3 dənə olur. 2019 versiyasında 1 dənə şit var. Yaxşımı? Yəni şit də nə deməkdir? Bir işçi vərəqi, yəni 234 dənə olan xanalardan təşkil olunmuşdur. Daha sonra isə gəlib bu düstur şəklində göstərir. Məsələn, A1 xanası 9 qoydum. Enteri bastım. Burada 8 qoydum. Fikir verirsiniz, burada 8 yazılır. Ya bunu mən götürüb quş işarəsini basmalıyam. Enter kimi başa düşəcək. Ya da ki, enter düyməsini basacağım. Təsdiq kimi olacaq. Xanaların içərisində yazılan mətnlər sol tərəfdə olur. Sətirlər isə, daha doğrusu ədədlər isə sağ tərəfdə olur. Məsələn, mən burada götürüb Bakı yazdıqda, enter basdıqda gördüyünüz kimi sol tərəfdə yerləşir. Amma ədəd yazdıqda isə hansı tərəfdə yerləşib? Sağ tərəfdə yerləşib. Və yaxud da ki, mən götürüb, bir dəqiqə, belə bir şey eləsəm, xananın 9 yazsam və enteri bassam, artıq bunda mətn kimi başa düşəcək. Dırnaqda olan sətir tipi başa düşəcək. String tipində bir növ belə deyək. Pythondan əlaqələndirək. Sətir tipli başa düşəcək. Yəni bununla bunun fərqini bildiniz. Gəlir bir də burada aslı olan xana var, aslı olmayan xana var. Və 9 özünə konkret olaraq ədəd verib. Düzdürmü? Bu konkret öz ədədidir. Bu 8 ədəddir. Mən gəlirəm burada düstur yazmaq üçün Excel-də mütləq şəkildə nə etməliyəm? Bərabər işarəsi qoyuruq. Yox, bərabər işarəsi qoymasaq, 9 üstə gəlsin 8 yazsa, 9 üstə. O onu adi 9 üstə gəlsin sətir kimi Bakı sözü necə yazılıbsa eyni ilə başa düşəcək. Mütləq şəkildə bərabər qoymalıdır. Mən bunun üzərinə kliklədim. Artıq A2 ünvanını göstərdi. Üzərinə gəlinsin. Plus işarəsi qoyuram, bunu qoyuram. Artıq mən burada enteri basdıqda 17 yazılır. Normalda baxanda 9-un, 8-in, 17-nin bir-birindən heç bir fərqi yoxdur. Amma mən buna baxın fikir verin düstur yerində. A1, A2 xanasına gəldikdə 9 yazılır. A3 xanasına gəldikdə 8 yazılır. A4 xanasına gəldikdə isə bunun düsturunu göstərir ki, düstur bu formadadır. A2 üstə gəlsin, A3 şəklində eləyə bilərsiniz deyir. Yaxşımı? Demək onda burada A2 xanası, A3 xanası aslı olmayan xana, A4 xanası isə A2 və A3 xanasından aslı olan xana adlanır. Bunu da bildik. Gəldik xanaların içərisində redaktə işlərinə baxılmasına. Mən Bakı sözünün üzərində bu xanaya gəlib yazı yazmaq istədikdə köhnə yazı silinir, üstünə yazı gəlir. Amma mən istəyirəm ki, köhnə yazı qalsın. Mən əlavə yazı eləyim. Onun üçün nə edəcəm? Bunun üzərinə 2 dəfə düyməni basmalıyım ki, artıq kursor orada aktiv olsun. Baxın. Ctrl Z-dir. Baxın. Artıq mən burada 2 dəfə kliklədim. Kursor orada yandı, söndü. Mən yazını əlavə etdim, davam elədim. Başa düşdünüzmü məntiqi? Bir dəfə mən bu xananın üstünə gəldim. Yazı yazmaq istəyir, köhnə yazı silinəcək. Amma 2 dəfə kliklədik. Kursor orada yanıb söndükdə isə artıq nə baş verəcək? Mən orada misalı həll edə bilirəm. Daha doğrusu, yəni yazını davam edə bilirəm. Daha sonra isə xananı, hə, bu da belə eləyirəm. Daha getdi. Bu da yox. Belə elədim, bu tərəfə getdi və s. Bax, bura bax. Xanana səhv vermişəm. Baxın, xətalarda deyəcəm indi sizə. Mesela ardınca yazmışsın. Bax, bu da mən bura gəldim. Hə, yox, mən bax, burada atdım, burada elədim, buradan yazacaq. Hara qoysansa hərfin üstünə, 2 dəfə klikləyirsənsə oradan davam edəcək kursor. Bildin, uhuda məsələn, uyla hıyın arasına qoydum və s. Bu cürə. Gəldi tablara, home'dur, insert to page layout'da, formulada, data'da, review'da, view'dur. Burada tanış adlar var bizə, düzdürmü? Elə gələk başlayaq elə home'a. Home, clipboard, Word-dəki kimidir. Getdi. Font, Word-dəki kimidir. Getdi. Alignmentdə burada nə var?
Mənxananın içərisində olanda aktiv oldu. Sağa düzləndirmə, sola düzləndirmə, mərkəzə düzləndirmədə. Bir də ki, bizim xanamız yuxarı, aşağı, şaquli və üfüqi şəkildə olur da, düzdürmü? Bir də ki, xananın içərisində yazının gündü ortada mı olsun, lap yuxarıda mı olsun, aşağıda olsun mu bunu deyir. Plus burada, bu da yazının istiqamətidir. Yazının istiqamətini mən buradakıları bəyənmirəm, deyirəm formal ses alignment əmrinin istifadə edirəm. Bunu elədikdə, hə, paragrafdır, ötəki. Belə elədikdə, belə bir əlavə led qrupu açılır. Burada nə format adında bir dənə let qrupu açılır. Burada mənbə xananın tipləri olacaq. Xananın hansı tiplərində? General ümumidir, hər şey yaza bilərik. Mənbə ədəd tipli yazılmasıdır. Currency'dir, accuracy'dir, yox, accounting'dir. Onlar maliyyə tiplidir. Sonra date, time, vaxt, zamanın əlavə edilməsi, percentage, faiz əlavə edilməsi, faiz kəsir. Sonra isə nə bilim text mətn tipində əlavə edilməsi və sairədir də şablonlardır. Bunlar bir 12'ye yaxın olan, 12 dənə dənə, 12 dənə bu cür şablonlar şəklindədir. Susmaya görə hansı tipdə olur? General tipində olur. Bunu da dedim. Alignmentə görə horizontal və vertikal oxlar üzərində istiqamətlər deyilir. Bəs bizim dərəcəmiz, mən bura götürürəm, silsin, yazıram ki, mən 100 dərəcə istəyirəm. Enteri basıram, xəta verir. Deyir ki, mən bucaq dərəcəsi -90 ilə 90 arasında qoya bilərəm. Mən 100 qoyub, 200 qoyub qoya bilməyəcəm. Xəta verdi. Deyirəm, okey, razılaşdım dediyi ilə işim olmadı. Daha sonra isə gəldi nəyə? Bunu da bildiyimizə görə eksi bastıq. Gəldik burada nə bunu bildi istiqamət, yəni alignment worddən fərqli olaraq burada belə bir şey yarandı da. Yəni ki, bəs istiqamətin müəyyən edilməsi wrap text nə deməkdir? Wrap text növbəti xananın içərisində mən bir xananın içərisində həm adımı, həm soyadımı yazmaq istəyirəm. Eninə yazmaq istəmirəm, alt-alta yazmaq istəyirəm. Düzdürmü? Götürürəm mən burada, elə burada başlayaq da. İnformatika. Dərsləri yazanda getdikcə uzanın axı, düzdürmü? Alt enter düyməsini basdıqda, bunu da belə yazdım. Enteri basdıqda artıq fikir versəz bir xananın içərisində alt-alta sətirə düşməyəcək. Yəni bir xananın içərisində növbəti sətirə düşməyəcək. Bu nə deməkdir? Deyə bilərsiniz ki, müəllimə, biz götürüb bu xananın içərisində yazaq informatika. Normalda enteri basaram, elə eyni xananın içərisinə düşərəm. Deyirəm, xeyr, enteri basdıqda növbəti xanaya düşür. Başa düşdünüzmü? Enteri basdıqda növbəti xanaya. Biz eyni xananın içərisində alt sətir, yəni eyni xananın içərisində alt-alta sətirdə yazmaq istəyirsə nə edəcəyik biz? Alt enter düyməsi və yaxud da ki, alignmentdə wrap text əmrindən istifadə etməliyik. Merge cells nə deməkdir? Xanaların birləşdirilməsi deməkdir. Merge cells, unmerges, yəni onun əksi deyək də, unmerge cells birləşdirmə. Yəni bir iki dənə məsələn buradan buranı tuturam, seçirəm. Gəlin seçək. Hara getdik biz? Taxçıda. Buranı seçirəm. Hardadır bu? Merge cells eləyirəm. Hə, bir dəqiqə gözləyək. Hə, burada, okey. Hə, baxın birləşdirdi. Bütöv bir dənə xana elədi. Biz Excel-i öz yerinə qaytaraq, aləmi qatmayaq bir-birinə. Aydın oldu mu? Buraya qədər də bildi. Mercedes'də bildi. Yəni alignmentlə işimiz bitdi. Gəlin number tipinə. Number tipində burada tiplər var idi. Sizlə göstərdim bayaqları. 12 dənə tip var idi. Burada format ses yenə menusu açılır. Orada var tiplərdir. Bunları seçirsiniz. Sonra isə görünmə baş verdi. Görünmə baş verdi. Və burada faizin göstərilməsi, ədədin üzərinə məsəl üçün faiz də deməkdir, 100-ə vurulması deməkdir, 20%-in təbii olması, 20-yə vurub 100-ə bölünməsi və s. belə deyək də. Faizin göstərilməsi, kəsrlərin göstərilməsi, pul vahidlərinin göstərilməsi, yəni məzənnələrə uyğun, məsəl üçün siz buradan more seçib, hətta biz buradan
Azərbaycan məzənnəsini belə seçə bilər məsəl üçün. Azərbaycan məsələn okey elədikdə pul vahidi Azərbaycan məzənnəsində göstərsin və s. yəni. Artıq mən burada baxın avtomatik 88 nöqtə bu cür göstərəcək yəni. O artıq hesablamasını özü eləyəcək. Sonra isə gəlir stillər. Xananın rənginin dəyişilməsi, kənar qalınlıqlarının dəyişilməsi, rənglər, effektlər və s. stildir də. Hələ Word-də də var idi o stylesdə. Verilməsi burada həyata keçirir. Yəni buradan biz müxtəlif şablonlar da var buradan. Biz buradan müxtəlif formalarda seçə bilərik və s. Bunu bildik. Gəldik nəyə? Siyasət. Siyasətdə çoxlu əmrlər var. Demək biz bir dənə cədvəl quraq. Məsələn bunu qurmuşuq da. Hə, şeylərdən düşür. Bəzi şeylər soruşa bilir ki, sizə siyasətdə hansı funksiyaları yerinə yetirə bilirik yəni. 20% elədi. Onu hər ehtimala qarşı eləməliyik. Gəlin insert-ə. Insert nə deməkdir? Əlavə etməkdir. Mən klikledikdə insert-də nələr baş verəcək? Yaxınlaşdırıram səsi. Insert cells xana əlavə edilməsidir. Insert sheet rows işçi vərəqinə sheet deyilir də bizdə. Sheet-ə sətir əlavə etməsi. Insert sheet columns sütuna əlavə edilməsi. Insert sheet isə ümumiyyətlə yeni bir işçi vərəqi əlavə edilməsidir. Siz düşünə bilərsiniz ki, bəs mənim sual belə verə bilər. Excel-də 2-ün üstündə 20 dənə sətir var. Mən insert sheet rows elədikdə, mənim onda belə çıxır ki, sətirim 2-ün üstə 20 plus 1 mi olur? Belə bir sual çıxır. Xeyr, Excel-im özü 2-ün üstə 34 dənə xanadır. Düzdürmü? Insert sheet rows eləkdə mənim seçəcəyim diapazonda artır yeri onun. Başa düşdünüz? Excel-də artırma baş verilmir. Məsələn, mən Word-də cədvəl qururam. Düzdürmü? Enter düyməsini basanda kursor cədvəlin kənarında olanda Enter basanda cədvəlin bir xana artır. Belədir də məntiq, düzdür? Siz də deyə bilərsiniz ki, belə bir sual çıxardı. 2-ün üstə 20 vurursun, 2-ün üstə 34 qədər sütun xanadırsa əgər. Onu belə çıxır ki, mən əlində burada aşağıda artıq. Xeyr, o şablon şəkildə hazır verilib bizə. Bizim seçəcəyimiz diapazonda artacaq o əslində. Bizim seçəcəyimiz diapazonun həcmi artacaq. Bəs diapazon nədir dedikdə ortaya çıxan məqam hansıdır? Diapazon, mən bu xanaya gəldim. Baxın, fikir verin. Bura gəldim. Bu işarə gəldi. Bunu belə götürürəm. Baxın, qalın plus. Seçdim, bu adlanır diapazon. Diapazonun bir başlanğıc nöqtəsini qoyurlar, bir də son nöqtəsini qoyurlar. Yaxşımı? Gəlirik indi nəyə? Diapazonun yazılış qaydası qoşa nöqtə ilə qoyulur. D4 xanasından verilsə bizə ki, H9 xanasına diapazon belə qoyulur. Dedikdə D4 qoşa nöqtə H9 verilirsə bizə, demək D4-dən H9-a qədər olan düzbucaqlı ərazi nəzərdə tutulur. Başa düşdünüzmü nə demək istədim? Ümumi olan ərazi nəzərdə tutulur. Bunu da bildiyimizə görə gəlirik indi nəyə? Mən bunu nə üçün dedim? Hə, indi mən burada bu ərazini seçirəm. Belə bir sizin diapazon yaratmışdım mən, düzdürmü? Belə bir diapazon. Insert indi gəlin tətbiq edək, görək nə baş verir. Burada nə olur da? Baxın, mən hal-hazırda bu xanadayım. U xanasındayım, düzdürmü? Buradayım. Mən götürüb, biraz geri qaytarım. Biraz uzaqdan görünəcək, amma məntiqini tuta biləcəksiniz də. Insert-dən götürüb, mən bura insert sheet rows qoydum. Yəni nə deməkdir? Sətir əlavə edilməsi. Diqqətli olun. Başa düşdünüz? Olan hal-hazırki sətirlə ondan yuxarı olan sətir arasında sətir əlavə edir. Boşluq əlavə edir. Amma bu o demək deyil ha, sizin Excel-inizdə ki, o 2/20 dənə sətir artdı. Bu sadəcə sizin diapazonunuzda artdı. Başa düşdünüzmü? Gələ mənim kursorum buradadır. Yenə udur. Insert sheet columns əlavə etsin. Nə baş verəcək? Artıq sütun əlavə. Özdə öncəsini eləyir ha. Diqqətli olasınız. Belə cədvəl sualları düşə bilir. Necə ki Word-də düşmüşdü. Yəni hər ehtimala qarşı bunu da bilin. Sonra isə gəlirik. Insert cells dedikdə nə baş verəcək? Gəlin bunu bir dənə Ctrl Z eləyək. Sizə belə bir şey göstərim. Bax. Hə, sıralı. Yazı elə bil. Bir də yazı sürüşür aşağı. Belə başa düş.
Sətir, sənin yazdığın sətir düşür də. Başa düşdün? Biz sənin sətirin, məsələn 5-ci sətr idi, düşdü 6-cı sətrə. Məsəl üçün B sütunu idi, oldu C sütunu. Sürüşür əslində bir növ. Başa düşdün? Əslində məntiq elədir. Sürüşür. Amma biz deyirik ki, sətir əlavə, sütun əlavə etməz. Məntiqi başa düşdün? Bir də sürüşə gedir. Bu şablon olaraq olsa sənin 2 üstündə 34 dənə xanın qalıb öz yerində. O məntiqi sualda deyir ki, ay sağ ol, bir sürüşdürürsən sən onu. Gəldi indi bəs xananın əlavə edilməsində burada nə baş verəcək? Insert cells. Sənə deyir ki, bax bu Word-də açılan cədvələ bənzəyir. Bəs sən aşağıya mı əlavə etmək istəyirsən xananı? Sətr üzrəmi gəlin bir-bir yoxlayaq. Bax, insert cells right. Xana olaraq sağa getdi. Ctrl Z eləyək. Gələk. Insert. Hara ki, işçi vərəqə əlavə elədim. Aha. Daha sonra isə insert bu sütunu əlavə etməkdir. Dəqiqə. Insert cells. Bu birinciyə baxdıq. İndi ikinciyə baxaq. OK bastım. Deyir ki, sənin yazacağın sətr, yazdığın sətri, hal-hazırda olduğun sətri aşağı atsın. Çatdırma fikrim nə demək istədi? Səndən yuxarıya olsun. Ctrl Z elə. Aha, bura, fərqə bax, gördünmü? Sənin olduğun sətr eləsin. Sonra isə gəldi insertdən CSL bütün göstərirəm. Enter row. Elədikdə OK basıram. Sətr olaraq düşdü aşağı. Ctrl Z eləm ki, fərqi görəsiniz. Gördünüzmü? Sonra isə insert cells, enter columns elədikdə bütöv şəkildə apardı. Başa düşdünüz? Yox, bu. Insert cells. Sadəcə olduğu xananı aşağı yuxarı elədi, olduğu sütunda. Biz, bax, insert, Ctrl Z eləyim, cancel. Ctrl Z eləyim. Birinci, bu götürdü ümumi yerdə qalanın hamısı komple şəkildə atdı. Sətr olan. Bax bu. Bax. Bu enter row bütöv yerdə qalanın hamısını komple şəkildə aşağı atdı. Kolum komple şəkildə bura atdı. Xana elədikdə isə shift cells elədikdə. Bax bura bax. Xana ilə işləyir bu. Həmin xananı atdı. Həmin xanadan bura bax, fərqə bax. Ləman. Bura bax. Həmin xananın olduğu yeri sürüşdürdü. Hə, sürüşdürdü. Əlavə açdı. O birisilərdə isə komple şəkildə kursorun olduğundan aşağı, kursorun olduğundan həmin sütunu elədi. Burada isə sırf xananı oynatdı. Bax, burada Ctrl Z eləm. Bax, sırf xananın olduğu yer var ha, onun olduğu yeri. Onun olduğu sətirlə bir yerdə apardı. Bax, Ctrl Y. Gördünmü? Amma mən Ctrl, bax bunu bassaydım, bura, insert cells. Enter row'su bassaydım. OK basdıqda ümumilikdə komple sətr əlavə etdi. Xana ilə işləmədi. Başa düşdü? Onun o cürə olur. Gəldi nəyə? İndi buradan şitə artırılmasını göstərəcəm. Delete nə deməkdir? Silinməsidir. Xananın silinməsi, sətrin silinməsi, sütunun silinməsi. Format nə deməkdir? Burada avtomatik sən sətrin, sütunun, xananın eyni haqqında danışırsan. Sonra isə avtomatik doldurma, gizlədilməsi, sətrin gizlədilməsi, sütunun gizlədilməsi, xananın gizlədilməsindən istifadə etsən, unhide-da göstərmə və s. Sən indi tutaq ki, sütunu gizlətmək istəyirsən. Baxın B sütunu. Fikir verin A, C. Gördünüzmü nə baş verdi? Sonra isə sətri gizlətmək istədikdə tutaq ki, 4-cü sətri 3-dən 5-ə atlayacaq artıq. Sizə belə sual düşə bilər ki, verilmiş cədvəldə neçə dənə sətr gizlədilib, neçə dənə sütun gizlədilib. Ürək hərfləri bilərək davam edəcəksiniz. Bunu da bildiyimizə görə gəlirik bir də şitlərlə işləyək. Şitimiz nədir bizim? Burada işçi vərəqi susmaya görə 3 dənə olur. 3 dənə olur. Mən burada bunun üzərinə sağ düyməni basmaqla mən bunu yeni şit əlavə edə bilərəm. Delete-lə silə bilərəm. Adını dəyişə bilərəm. Kopyasını yarada bilərəm. Şifrələyə bilərəm. Gizlədə bilərəm. Hamısını seçə bilərəm. Hide, unhide eləyə bilərəm. Şitin adı boş ola bilməz. Bir bu məhdudiyyətimiz var. Şitə bir də əlavə məhdudiyyət qoyulur. Bax, mən şitə götürüb bir dənə
belə bir şey qoymaq istədikdə enteri basıram. Mənə nə deyir? Şitin adı boş ola bilməz. Şitin adı 11 dənə simvoldan ibarət olmalıdır. Və şitdə, daha doğrusu 31 dənə simvol olmalıdır və şitdə bu simvollardan istifadə etmək olmaz. Faylın adındakılara oxşuram, onlar deyil. Siləşlər eynidir, ulduz eynidir, sual eynidir, qoşan nöqtə eynidir, bir də kvadrat mötərizə var. Böyüşdür, kiçikdir işarəsi burada yoxdur. Sütun da yoxdur, düz xətt də yoxdur. Başa düşdü, dırnaq da yoxdur. Başa düşdünüzmü nə demək istədim? Qoşan nöqtə, siləşlər, sual, ulduz, bir də kvadrat mötərizələr. 31 simvol ola bilər maksimum və boş da qoya bilməzsiniz. Və ya cümləni verir və ya filan şey. İngilis dili keçirir. İngilis dili keçirir, yavaş yavaş. Aha, nəsə qoyardım şiftin adım. Enteri basıram, getdi. Shift F11 düyməsi ilə deyiləm yolu. İndi burada bilmirəm, Shift F11 ilə icazə verirmi, yoxsa yox. Mənim... Hə, götürüb Shift F11 ilə fikir verin. Mən shit əlavə edə bilirəm. Yaxşı mı? Adın dəyişmək isə Shift F11 düyməsi ilə yeni şit əlavə edə bilirəm və yeni şit və yaxud da adın dəyişmək istəmirəmsə üstünə 2 dəfə klikləyə bilərəm ya da sağ düyməni basıram, açılan menudan rename eləyə bilərəm və yaxud da şiti əlavə etmək, silmək istəyirəmsə sesdən də əlavə edə bilərəm. Editingə gəlirik. Editingdə nələr var? Avtosum, avtomatik doldurmaqdır. Biz burada əmrlər seçəcək. Average, count, max, minimumdur. More funksiyalar var. Daha sonra isə fill doldurmaqdır. Avtomatik onları göstərəcəm sizə testlərinə. Sort filter çeşidləmədir. Find select'dəki tapmaqdır. Gələk indi biz diapazonda olacaq sütun xanaların tapılmasına. Xanaların tipləri var. Mütləq xana var. Nisbi xana var, bir də qarşı xana var. Mütləq xana nə deməkdir? Mən istəyirəm ki, bu xananı hara sürüşdüyüm dəyişəndə bu xananın qiyməti dəyişməsin. Bəzi xanalarda nisbi xanada isə hər şeysə həm sürücülərdə həm sütun dəyişəcək, həm sətir dəyişəcək. Bir də nə də var ki, qarışıq xana ya sütun dəyişəcək, sətir dəyişməyəcək, ya sətir dəyişəcək, sütun dəyişməyəcək. İndi başlayırıq onları göstərməyə.